Mən fizika müəllimi Xatimə Məmmədova istəyirəm ki, bugün sizlərlə bir yerdə 2020-ci ildə mənə aid olan sual kitabçasında fizikadan etdiyim bir səhv sualın izahına sizlərlə bir yerdə baxaq. Gördüyünüz bu 38-ci sualı mən səhv yazmışam qəbulda. Gəlin şərti ilə tanış olaq. Düzxətli hərəkət edən cismin kinetik enerjisinin koordinatından asılılıq qrafiki verilmişdir. Cismə təsir edən əvəzləyici qüvvənin modulunu hesablayın. Kinetik enerji haqqında teoremdə deyilir ki, əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Burada kinetik enerji gördüyümüz kimi 40 jouldan 20 joula dəyişmişdir və burada hərəkət bərabər yavaşlayan hərəkətdir. Çünki kinetik enerji azalıb, yəni sürət azalıb. Bərabər yavaşlayan hərəkətdə əvəzləyici qüvvənin gördüyü iş mənfidir. Sadəcə mən burada mənfini nəzərə almayacağam, çünki əvəzləyici qüvvənin modulunu istəyir. Deməli, kinetik enerji 40-dan 20-yə dəyişmişdir, yəni 20 joul dəyişmişdir. Və bu da qeyd etdiyim kimi əvəzləyici qüvvənin gördüyü işə bərabərdir. F əvəzləyici vuraq, X yazacağam. Aha. Buradan da əvəzləyici qüvvəni tapanda olacaq. 20 bölək X, X-də gördüyümüz kimi 0 və 4-ün arasıdır. 20 bölək 4 bizə verəcək 5. Yəni burada cavab olmalı idi Y bəndi.